Dostum var, Emin. Bu da idman zalında idmana gedirmiş. Yoldaşım da oraya idmana gitmiş. Bunlar dost imişlər. Belə tanış olduq. 32 yaşı var idi. Mənim də 38. Mənə təklif elində mənim gülməyim gəldi ki, açıq deyim də bir Azərbaycan anası olaraq mən də istəmərəm ki, anadan gəlmə subay oğlum evlənib ayrılmış qadınla evlənsin. Mən istəmərəm də. Çıxdı getdi Kanadaya. 4 aydan sonra amma bir də gördüm qayıdıb ki, mən fikrim ciddidir. Mən o yola saldım. Çıx gedək bala. Dedim get, həyatını qur, nəsib edib ərə gedən vaxtımdır. Yəni biz çox yaxın dostuq. Mənim övladlarım anamın yanında böyüdülər. Universitetə girəndə gəldilər bizim yanımıza. Bizdə həmişə münasibət çərçivədə oldu. Siz, biz. Həm yoldaşım tərəfdən uşaqlara pərdə, həm də uşaqlardan yoldaşıma tərəf. Hər kəs öz yerini bilməlidir. Mən bilirəm ki, uşaqlar da onu çox istəyirlər, o da uşaqları çox istəyir. Hələ nəvəm üçün, mənim nəvəm deyil də, indi artıq onun da nəvəsi deyək. Qızım elə balaca uşaq idi, 8 yaşı var idi biz evlənəndə. İndi doğmalıq var.